Pezeşkiyanın Bakı səfərindən başlamaq istərdik ki, o hərçənd ki seçildikdən sonra gözlənilən idi ki, ilk səfəri həqiqətən də Azərbaycana edəcək, ancaq indiki reallıqlar kontekstində belə bir səfəri gündəmə gətirməsi təbiidir ki, müəyyən suallar da doğurmuş olur. Rəsmi Bakı ilə Tehran nələri razılaşdırmaq istəyir? Birinci dəvət olunan, yəni dəvət eləyən ülkə Azərbaycan oldu. Belə bunu da o zaman da Pezeşkiyanın Cumhurbaşkanı olduğunda elə Azərbaycanda da güneydə nə qədər, elə qədər də quzeydə Azərbaycanlılar sevinmişdi ki, bir Güney Azərbaycanlı Cumhurbaşkanı olubdu. Amma biz bunu unutmayaq ki, Güney Azərbaycanlı olduğuna baxmayaraq İran rejiminin Cumhurbaşkanıdır və orada aslında ilk qədər Cumhurbaşkanı deyil, bunu rəhbər yöneten bir fərd kimin həyata geçirməsini biz bu süreçdə anlayabildik. İndi də yəni bu qədər gecikməkdən sonra Sayın Pezeşkiyan heyəti ilə bərabər valilərlə birlikdə indi Batı Azərbaycan, Doğu Azərbaycan nerede bildiyim qədərilə bir çox ticari yetkilərlə, valilərlə birlikdə Azərbaycanın səfərinə gəlməsi və indi şimdi bu qədər müddətdən sonrası belli ki, bəzi məsələləri demək olar reallaşdırmağa çalışırlar. Bunların başında bilirsiniz ki, yenə də İranın əsas qorxusu da və bu günə kimində düşmən bəlirlətdiyi Azərbaycan, Güney Azərbaycan məsələsidir. Mən düşündüyüm qədərilə həm içəridə Cumhuri İslami, yəni rejim çalışdı ki, Güney Azərbaycanın adıyla Güney Azərbaycanın milli hərəkətinə, yani paralel bir hərəkət ortaya qoysun. Eyni halda da Türk dünyasında da bir yumuşanmaya, bu Güney Azərbaycan soydaşlıq adıyla, diliyle desək, bir yumuşanmaya götürsün. Və indi də bu ərəfədə İranla Batı'nın, Amerikanın arasındakı bu anlaşma sürəcində, gərginlik sürəcində bir tərəfdən eyni halda Amerika dedikdə, bir tərəfində İranı daha təhlükə göstərə biləcək potansiyeli olan İsraillə arasındakı olaylar İran biraz dalı çəkilməyə məcbur qalıbdır. Onun üçün də çalışır ki, bəlkə bir olaylar yaşanırsa ən azı Azərbaycan tərəfindən bir garanti əldə etsin. Yəni orada bir yumuşanma sürəci yaşansın, diplomatik olaraq da yumuşanmaz bir sürəci yaşansın. Amma buna nə qədər nail olacaq, onlar başqa bir şeydir. Çünki eləyə bilər, ben düşünürəm ki, bəlkə də məsələn İsraillə, İranla İsrailin arasında Azərbaycanda da mesela Azərbaycan tərəfi ilə İsrailə bir sözlər, peyğamlar göndərsinlər. Yəni yumuşatma sürəci. Amma bu rejim o cümlələ söz verim sizə ki, bu düşünək ki, rejim necə güneydə bəziləri vardı və quzeydə də maalesef mən baxdığım qədərilə mətbuatda belə gördüm. Yəni siyasi şərhçilərin yazılarına da belə qərar verilmiş ki, sanki Güney Azərbaycan Cumhurbaşkanı ilə Quzey Azərbaycan Cumhurbaşkanı görüşəcək. Amma biz deyirəm, bunu unutmamamız lazım ki, İranın sinsi və Azərbaycan düşmənliyi heç vaxt bu rejim var olduğu qədər, devam etdiyi qədər bitməyəcəkdir.